Ciddi nizam-intizam qaydalarını pozan məktəblilərə çubuqla 3 zərbə vurula bilər. Ölkənin Təhsil naziri bildirib ki, bu cəza növü yalnız zorakılığın dərəcəsi nəzərə alınmaqla və digər bütün tərbiyəvi tədbirlər nəticəsiz qaldıqda tətbiq ediləcək. Yeni qaydaların qəbul edilməsinə səbəb son vaxtlar məktəblərdə baş verən bir neçə ciddi zorakılıq hadisəsi olub. Xəbərdə vurğulanır ki, söz gedən cəza növü qızlara şamil edilmir və yalnız 9 yaşından yuxarı oğlan şagirdlərinə tətbiq oluna bilər. Görürsünüz, hətta digər ölkələrdə çubuğun sayına qədər verilir ki, 3 dəfə sən çubuqla uşağı vura bilərsən ki, ona hansısa bir şəkildə təsir göstərə biləsən. Bəzi uşaqlar var ki, sözlə deyirsən anlamırlar. Vurandan sonra elə bilirsən ki, onun qəbul etdiyi dərman preparatıdır. Vurandan sonra görürsən ki, düzəlir. Başqa yerdə 3 dəfə zərbə endirməyə, çubuqla, yəni vurmağa icazə var. Bizdə isə deyirlər ki, uşağa toxunsan 200 manat cərimə verəcəksən. Yəni, ölkələr fərqli olduğu qədər yanaşmalar da fərqlidir, qanunlar da fərqlidir. Amma təbii ki, bu Milli Məclisin qəbul etdiyi düzdür. Elə cərimələr filanlar ümumiyyətlə də elə qanunlar qəbul edirlər ki, onlar bizim əleyhimizə işləyir, nəinki leyhimizə. Düzdür. İndi sual da verəndə deyirlər ki, biz sizi hansısa bir qanun pozuntusundan çəkindirmək üçün bunu eləyirik. Müəllim uşağı vura bilməz. Vurarsa 200 manat cərimə olunacaq məsələsində bu bilirsiniz nəyə hesablanır? Uşaqları tərbiyə etməyəcəyik. Əksər uşaqlar var da, sözlə deyirsən başa düşmürlər. Çünki mən bir valideyn olaraq bir dəfə deyirəm, görürəm, eşitmir, 2 dəfə deyirəm, eşitmirsə, ondan sonra Allah ya çubuğa verir, ya o deyir, oxlayı var ya, belə qəşəng yuxa yayırsan, ya oxlayı verir, ya nə bilim süpürgəyə verir, əlimə nə keçdisə də. Bir dəfə ki, ürəklə belə şap deyə vurmadınsa uşağı, mən zorakılığın leyhinə deyiləm, bunu da bir başqa cür başa düşməyin. Amma həqiqətən də bir dəfə, 2 dəfə deyirsən, görürsən, eşitmir, necə eşitdirəsən? Nəysə bir möhkəm belə zoğ qoymalısan ki, onda eşitdirəsən. Bizi bəyən valideynlərimiz vurmuyor. Bizi vurublar da, cəzalandırıblar da. Müəllimlər var idi, şagirdləri barmaqlarına döyürdü o, dəmir taxtaları olurdu, bəzən lövhədə nəysə göstərirdilər, dəmir çubuqları daha doğrusu göstərirdilər. O ilə o qədər olurdu ki, əlinə vururdu uşaqları. Nə bilim 45 dəqiqə küncdə saxlayırdılar müəllimlər o zaman uşaqları və biz qorxumuzdan müəllim bugün bizi vurub deyə gedib evdə deyə bilmirdik ki, üstündən 1-2 dəfə anamız da bizi çırpacaq. Atalar daha çox işlədiklərinə görə ana məşğul olurdu da bizim tərbiyəmizdən. Qorxumuzdan onu deyə bilmirdik. Çünki dərhal valideyn soruşurdu ki, sən məktəbdə nə etmisən ki, müəllim səni vurub? Biz belə böyümüşük.